Nəyə gülürsən? De bir yerdə gülək. Brad, başım bırax. Yox, de görüm nə olub? Yaxınlarda mama ilə danışdım. Dedim evə gələndə nəsə almaq lazımdır mağazindən. Dedi, hə, elə çayını içməyə şirniyyat al, kuxnada oturub biraz söhbət eləyərik. Sonra da təklif elədim ki, gedək, bəlkə gəzək, heç nə elə getdik, gəzdik. Əladır da, yox. Hə, sadəcə vaxt çox tez uçur. Çox tez, başa düşürsən. Bayaq mamaya zəng etdim, dedim ki, evə gələndə nəsə lazımdır, alın mağazindən. O da dedi ki, mağazinə heç nə lazım deyil oğlum, aptekə deyərsən evə gələndə, dərmanlarım qutarıb. Ardıca təklif etdim ki, gedək, bəlkə gəzək. O da dedi ki, oğlum, səhhətim əvvəlki kimi deyil, ayaqlarım ağrıyır. Gülməlisi də odur ki, onunla gəzintiyə çıxa bildiyim vaxtları, kuxnada oturub çay içib söhbət eləyə bildiyim vaxtların qədrini bilmirdim. Qəmləndirən də odur ki, bir gün mamaya zəng edə bilməyəcəm. Ondan soruşa bilməyəcəm ki, mağazindən nəsə alım ya yox. Bax, bəzən bu adamı kədərləndirir.